Hoş gördük sizləri əziz dostlar. İstəyirəm bir dənə mövzuya toxunum. Quran və musiqi. Deyirlər axı musiqi haramdır. Haram yəni ziyan. Baxaq görə söhbət nədən gedir. İkinci məsələ deyir ki, avazın yaxşı gəlir əgər oxuduğun Quran olsa. Tamam. Görə burada söhbət nədən gedir? Quranı musiqi haram deyirlər. Quran-Kərim özü notlarla, yəni musiqi ilə, salfejiyadır. İndi mən deyim, başa çıxanlar baxsın. Salfejiyanı bitirənlər bilir ki, yarım not var, nə bilim 2 saya oxunan var, bilməm nətər yazılır. Sonra 4 saya oxunan var, nə bilim 8-də 4, 3-də 5, nəsə belə bir şeylər var. Sonra pauza var orada, belə bir işarəsi var. Sonra belə bir keçid var ki, burada sən musiqi gedirsə, burada notu saxlaya bilmərsən, bura keçməlisən. Bəzi 4 saya notlar oxunur və s. və s. Bəzi yer var ki, orada dayanmalısan. İndi Quran başa çıxanlar əlifbada, nətərdir o qrammatikada. Belə bir işarələr var ki, burada dayanmaq olmaz, keçid eləməlisən oxuyanda. Burada nə bilim dayanmalısan, burada nəfəsi uzatmalısan, burada 2 saya olmalıdır, burada qısa deməlisən. Eyni salfejiyada olan şeylərdir. Bu da o deməkdir ki, günün sabahları götürün bir nəfər Quran oxusun əvaz. Məsələn, na 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 Allahu Ekber, nəsə də belə. Onu götürüb ding 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 nota yazdı beləsinə, eləmi? Bunların hamısını. Nota yazdı bu oxuduğu avazı. Sonra bir dənə bir skripka ilə və yaxud da gitara ilə fərq eləmir. Götürdü eyni bu şeyi bu nota baxdı dınqılatdı. Bu da oxuyur. Burada sadəcə səs skripkanın səsidir, burada adamın səsidir. Nə fərq elədi ki? Heç bir fərq eləmir. Heç bir deməli adam. Burada və yaxud da ki piano oldu. Piano burada da tutalım. Kimsə oxudu. Eyni şeydir və yaxud da əzan verilir, eləmi? Əzan. Yenə də Allahu Ekber, Allahu Ekber. Bunda simli alətlərlə eyni şeydir. Alam, başda dönmüsən. Musiqa ömrü boyu haram olmayıb. Bunu debillər, fikirləşiblər. Keçir indi başqa bir məsələyə. Musiqanı niyə bizə haram ediblər? Bu yaxında bir video rastlaşdım. Deməli, Şvesiyanın, yox Şveysariyanın alimləri insanın intellektini artıran o şahmatdır, idmandır falan cürbözü nələr ki var, həyatla əlaqəli. Hamısının üzərində 18 yaş, 7 yaşından 80 yaşına qədər, yox nə qədərsə, ümumiyyətlə hansı bir yaşa qədər şey aparıblar, təcrübə aparıblar ki, hansında bu şeylər onun intellektini, beyninin neçə faizini, nə bilim, o yarım kürəni falan nətər işlədir. Baxıblar ki, sən demə, nə şahmat, nə idman, nə o birisi, nə o birisi. Ancaq musiqi insanın beynin, intellektin inkişaf etdirilmiş. İndi təsəvvür edin də, bunu iblis sizə qadağan etdirir din adı altından, Allahın adı altından. Halbuki Quranda bir dənə ayə yoxdur ki, musiqi haramdır, yəni ziyandır. Halbuki salfejiyanın üzərində qurulub. Halbuki notlarla qurulub. Halbuki özü avazla oxunur. Hətta əzan belə musiqi ilə səni dəvət edirlər əzanda. İndi sən bunu minorla oxuyursansa, ağlaşma üzərində, o sənin problemindir. Yazxana qurursansa, yəni musiqidə var, major var, şən notlar, var minor, qəmli notlar, kədərli. Sən bunu bu cür qurursansa, bu sənin problemindir. Sənin himnin belə minor üzərində qurulub, ağlaşmalı. Sən qələbə çağırsan, sən majorla olmalıdır. Nastren olmalıdır, ağlaşma yoxdur. Sən bu adama xoş gəlir, adam qürur hissi duyur ki, tutalım da bayrağımız qalxır və orada insanın göz yaşı axdır ki, ayda biz qalib gəldik bu himnin altında. O elə bilir ki, bu musiqi bunu ağlatdı. Yox, sən qürur hissi duymuşdun, sevinç göz yaşları vardı və bu da gəlir buna qoşulur fonda. Elə bilsən ki, buna görə şeydir. Yox, sən qələbəyə görə ağla. Burada major musiqası olsa, daha da fərəhdən belə gülərək ağlayacaktın.
Məsəl üçün də, yəni sevinc gözyaşı olsa da, bu da bunun nostalji bir şey çevrilməyəcəkdir. Bu bunu aldadır. İndi deyəcəm nə tür aldadır. Ona bənzər bir şey. Bax bunda. Avazın yaxşı gəlir əgər oxuduğun Quran olsa. Bir nəfər musiqi oxuyur da, bir qəşəng mahnı oxuyur, eləmi? Bu da dinlər gəlir. Oxuduğun avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Belə ağzını dəyib şey edir. Gəl ki, bu nəsə bir fikir dedi də. Oradan burada kopya elib, heç düşünmür nə dedi. Burada söhbət musiqidən getmir. Quran nədir? Haqdan, ədalətdən danışır. Yəni sözləri səni düzgünlüyə buyurur. Eləmi? Əgər sənin oxuduğun musiqinin sözləri Quran kimi düzlüyə buyursaydı, o zaman başqa məsələ. Amma bu nə edir? Sözə əsas yer yox bu mövzuya. Axı deyir Quranda ya haqq, ya pozitiv danışın ya da susun. Ya xeyrə danışın ya da susun. Möminlər xeyrə danışsın ya da susun. Yəni sənin danışdığın xeyir bir şey olmalı. Xeyir nə zaman olur? Başqasının o proqramına kömək eləyəndə oyanmasına. Onun xeyir olanda orada. Bir sözlə, yəni yaşamağına, daha ölümünə yox. Əgər sənin musiqinin də sözləri insanları maarifləndirirsə, oyadırsa, haqqa xidmət edirsə, o zaman başqa məsələ. Amma bu nə edir? Oxuduğun avazın yaxşıdır, oxuduğun Quran olsa. Və sənə avtomatik olaraq musiqi haramdır. Şeyini gəlib çıxardı. Birləşdirirlər. Halbuki tamamilə başqa bir şeylərdir. Siz dinlədiyiniz hər bir şey sizə xeyir verməlidir. Sizin ali mənliyinizi, ilahi kimliyinizi təsdiq eləməlidir. Ona xidmət eləməlidir. Əgər dinlədiyiniz, eşitdiyiniz, baxdığınız filmlər nəsə orada sizi maarifləndirmirsə və haqqa tərəf çağırmırsa, haqqa tərəf çağırmaq gedib baş əymək deyil. Və dayım oğlu pivə içirdi bütün günü. Nə bilim 5 bakal, 6 bakal, nə qədərsə də, neçə litrsə. Gündən bir gün deyəcək, bu nə da, mən neynirəm? Belə olmaz. Yəni proqramda bilsiz nətərdir? Sən özünün ziddini yaşamayınca əsl kimliyi dərk etməyəsən. Yəni bütün yollar, dağın başında müxtəlif yollar var da, bütün yollar haqqa aparır. Sən öz ziddini görəndə, yox, bu mən deyiləm, bu mənə yaraşmaz. Mən bu deyiləm. Amma ziddə tərəf gedirsən, deyəndə başa düşmürsən. Gedirsən, bir gün ayrılırsan. Yəni bu səni dınq elətdirir. İndi dayı oğul da beyni dınq elədi. İçdi pivədən, içdi, deyir, yox, bu mən deyiləm. Vəsə, mən haqqa gəldim. Gör oyandı da, getdi meçidə namaz qılmağa. İndi sinə deyir. Hələ uşaqlar da bu cür şey eləyib. Deyə bir proqrama şey eləyib. Bu deyil, sən Allahı özündə yaşatmalısın. Sən məsuliyyətli olmalısın, sən anlayışlı olmalısın, sən sevgini yaşatmalısın. Sənin ruhunun adı sevgidir, bir adı, xüsusiyyətli sevgidir. Hanı sənin sevgin? Sən Allahı kənarda axtarsan, o birisi varlıqların üstündə xətt çəkirsən, insanların, onun yaratdığını, onu təmsil edənlərin, onun yaradan budur da, müxtəlif rolları oynayan vahid bir varlıq. Elementar supdur, supun içində kartuşka var, nə bilim su var, nə bilim nə var. O demir ki, mən supam. Sən kartuşkasan, amma bunun hamısı cəmi supdur. Yəni primitiv misal olsa. İstənilən bir şey maşındır, roldan ibarət deyil ki, motordur. Ayrı-ayrıdır, amma hamısı bir yerdə maşın olur. Və maşın kimi funksiya göstərə bilər. O Tanrı dediyin odur, həyatın özüdür, həyatın enerjisidir. Həyat yoxsa o tablodur da, bu yoxdur, heç nə yoxdur. Yazılar da yoxdur. Həyat varsa sən varsan. Bax budur. O isə sənə azadlıq verir ki, nə istəyirsən yaz. Nə yazsan, o da sənə güzü kimi əks etdirəcək özünü. Belə. Təşəkkür edirəm, var olasınız.